بسم الله الرحمن الرحیم. Mehriban və bağışlayan Allahın adıyla və yadı ilə. Siz əziz yoldaşlara, sirdaşlara salam ərz edirəm. Peyğəmbərin Həzrəti Muhammedin sallallahu aleyhi və alihi və səlləmin anadan olan günlərində Rəbiyül Əvvəlin 12-sində belə bir kutlamaq hər bir müsəlmana gərəklidir. Ona görə ki o demək olar bütün müsəlmanların Farabinin deyimində birinci rəis sayılır. Mən xoşluram ki bu konuda həm Kevser suresinin Türkçe tərcüməsini, izahını sizinlə paylaşam. Həm İslam Peyğəmbəri ilə bağlı Nəhcül Bəlağədən bir-iki xutbələrindən sizinlə paylaşam. Həm də modern İslam nə deməkdir, müasir İslam nə deməkdir, Türkün əqlaniyyətində modern İslam harda yerləşə bilər, onunla istəyirəm sizinlə neçə mətləbi paylaşam. Əuzu billah minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'teynâkel kevser fesalli li rabbike venhar. İnne şani'eke huvel abtar. Çox qısa surə, 3 dənə ayə ki, Peyğəmbərə buyurur ki, ey yalavac, ey Peyğəmbər, biz sənə Kevser bəxş etdik. A'teynâkel kevser, Kevser bəxş etdik. Kevser yəni ərəbidə yəni bol nemətlər. Bu bol nemətin içində ən birincisi peyğəmbərlikdir. Yəni biz peyğəmbərliyi sənə verdik. Bu ən birinci nemətdir. İkincisi Qur'andır, elmdir, sərvətdir, şərafətdir. Bunlar hamısı nemətlər idilər ki, Kevserin içində yerləşirdi və Qur'an bizim Peyğəmbərimizə buyurur ki, biz sənə bunu ita elədik. Bunun müqabilində sən nə etməlisən? Fəsalli li rabbikə venhər. Ona görə də Rəbbin üçün namaz qıl. Fəsalli, namaz qıl. Venhər, qurban kəskinə. Yəni xeyirlər olsun, bərəkətlər olsun, sədəqələr olsun və bu ibadətlə eləyə biləsən ki, o nemətlərin qabağında sən yaxçı, anlaçıq çıxasan. Elə bir burada Peyğəmbər Tanrıdan soruşur ki, düzdür, bu nemətlər mənə verilibdir, amma bir teydad müşriklər, kafirlər, müxaliflər, müanidlər, düşmənlər mənə deyirlər ki, sənin kökün qalmayacaqdır, sən elə aradan gedəcəksən, İnnə şanəkə huvel abtar. Yox, bu cür deyil. Onlar ki, şübhəsiz ki, sənə düşmənçilik edənlər özləri sonsuz olacaqlar. Və necə ki də tarixdə belə gəlir ki, onlar sonsuz qaldılar və Peyğəmbərin kökü devam elədi. Mən mənarı پر کنم آفاق را کور گردانم دو چشم عاق را. Və bu mənarələr, bu məscidlər, bu müsəlmanların dünyada günbəgün güclənməsi demək olar ki, hamısı o Peyğəmbərin süfrəsindən, əyləşməyindən qaynaqlanır. خب خوشنودم که مولا علی
əleyhissalamın da baxışığına bir baxaq. Görək ki, o Həzrət Nəhcü Bəlağədə nə buyurur və Həzrətə necə baxır? 204-cü, 205-ci xutbələrdə o Həzrət Peyğəmbərlə bağlı söhbətlər eləyir. Ərsələhu bezziya, Peyğəmbəri Allah nuru ilə göndərdi. Və qəddəməhu fil istifa, onu seçilməkdə bütün o ərəblərin içində hamısından qabağa saldı. Yəni ən birincisi bunu seçdi. Fərətəqə bihil məfatiq, məfatiq, məftəq, fətəqə, yəni dağınlıq və bu dağınlığı eləyə bildi ki, o bir yerə yığsın, hamısına birlik bağışlasın. Və savərə bihil müğalib və müğalibləri eləyə bildi bu İslamın gücü ilə. Müğaliblər, yəni boyunyoğunlar, onlar ki boyunyoğunluq eləyirdilər, o boyunyoğunları eləyə bildi İslamla boyunlarını ərsin. Və zəllələ bihi suubə, və çətinlikləri eləyə bildi ki, İslam ilə neynəsin? Asanlığa gətirsin. Və səhhələ bihil huzunə, huzunə yəni o ki əyrü-üyrülük, samsaf yer olmayan, hamar yer olmayan, o hamar yer olmayanları eləyə bildi bu hamar eləsin, saflatdırsın, əyri-büyrü yolları düzətsin, bir yol eləsin, qoysun ortalığa. Hətta sərrəhəz zalalə ən yeminin və şimalin, ta eləyə bildi ki, neynəsin? Sağdan, soldan azğınlıqlar ki gəlirdilər burada, onların hamısını didərgin elədi, ayrı saldı. Yəni bu düz yoldan onları atdı qırağa ki, düz yol və bu doğru düzgün yol, doğru düşüncələr salim qalsın, müğaliblərdən, suubətlərdən, huzunətlərdən neynəsin? Qurtulsun. Əşhədü ənəhu ədlun ədəl, mən şəhadət verirəm ki, Tanrı özü ədaləti yerinə qoyar. Həkəmun fəsəl, özü bir davərdir, həkəmdir. Həkəm. Və əşhədü ənə Muhammədən əbduhu və rəsuluhu və seyyidu ibadihi, şəhadət verirəm ki, Muhammed ən birincisi Tanrının əbdidir və rəsuludur və bəndələrin sərvəri və salarıdır. Kulləmə nəsəxəllahul xəlqə firqətəyni cəaləhu fi xeyrihimə. O zaman ki, insanları ərəblərin içində iki yerə böldü. Haqq ilə batil arasında bunlar bölüşdülər, iki kütlə düzəltdilər. Onların yaxçısının içindən bunları seçdi. Cəaləhu fi xeyrihimə. Yəni Peyğəmbəri o iki firqənin içində, haqq ilə batilin içində ən xeyri, ən səlahı bunu elədi. Ləm yushim fihi ahirun və la zarabə fihi facirun. Bir təbardan, bir ailədən bunu seçdi ki, o ailənin içində zinakar yoxudur, ahir, facir yoxudur. Yəni günah eləyən, bezih eləyən, günahkar bunların içində yoxudur. Əla və innəlləhə subhanəhu qəd cəalə lil xeyri əhlən. Ona görə Tanrı bunu xeyr insanlara, xeyr qəbilələrə, xeyr boylara, xeyr qovumlara, xeyr millətlərə əhl, yəni şayistə neynədir? Bunu seçdi. Vəlil haqqı dəaim, haqqın imarətinə sütunlar bizim Peyğəmbərimizi seçdi. Vəlit taəti isəm, və taətə ən böyük ismət və mühafiz öz bizim Peyğəmbərimizi seçdi. Bu demək olar ki, Həzrəti Əli əleyhissalamın buyruqlarıdır
Peyğəmbərlə bağlı, Nəhcü Bəlağədə, çoxlu yerlərdə o Həzrət Peyğəmbərlə bağlı danışıbdır və mən də ondan bir para danışıqları seçdim, siz əzizlərlə paylaşdım. Amma necə ki söz vermişdim ki, modern İslamdan da danışmalıyıq. Əzizlər, bilirsiniz ki, biz Instagramda, Telegramda, YouTube'da İslamlıq, Türklük, müasirlik adıyla bəhslər aparıq qabağa. Bu İslam necə müasirləşə bilər, necə modernləşə bilər? Mən belə düşünürəm ki, əgər modern İslamın 5 dənə dayanacağı olsa, 5 təkəri olsa, 5 sütunu olsa, bu İslam eləyə bilər modernləşsin. Ən birincisi əqldir, əqlaniyyətdir, ağıllıqdır. Bu əqlaniyyət zamanla, çağ ilə özünü modernləşdirir. İslam da buna qoşulanda, İslam da bundan modernləşir. İkincisi bilimdir, elmidir. Yəni ikinci dayanacaq ki, İslamı modernləşdirə bilər, elmidir və elmin təkcə qabağında durmamaq və elmi təşviq eləmək, elm həm agəhlıq mənasında, yəni knowledge mənasında, həm elm təcrübi və science mənasında, yəni alimlər, müəllimlər, onlar ki bu sahələrdə ixtiraları var, inkişafları var, teknolojiyə əl tapırlar filan, bunları təşviq eləməkdə, bunları qarşılamaqda, bunları demək olar təşviq eləməkdə İslam neyniyir? Modernləşir. Bu da ikinci müəllifədir və ünsürdür ki, ona dayana bilər. Üçüncüsü, imandır. İslamın içindən siz imanı alasınız, İslam məni tapa bilməz. Bu İslam bizə iman verir. İman da yəni içəridə olan bir iradə və bir təsmim ki, o yuxarı əvalimə dayanır və insanı bir para o azmaqlardan, çaşqınlıqlardan neyniyir? Qurtarır. İman da olmalıdır və əqlə, elmə dayanan kimin o iman da elə modernləşir. Dördüncüsü mənadır. İslam məna aləmindən bir para sözlər bizə gətirir. İn məani rast az çərxinhum bi həmə ta quturum. Bir belə məna krizini və buhranları ki biz yaşayırıq, İslam eləyə bilər o mənanı bizə neynəsin? Yaratsın və o mənanın içində bizə əxlaqi yaşayışları neynəsin? Versin. Bu 4 dənə əzizlər teori baxımındandır. O ki ən önəmlidir və 5-cisində əyləşir modern İslamda və Qur'anın öz içində də ona çoxlu təvəccühlər olubdur və Qur'an onu çox vurğulayıbdır. Əməl-i salihdir. Yaxşı əməl, yaxşı işlər. Əzizlər, innəl-ləzinə amanu və əmelus salihat. Yaxşı, iman və yaxşı işlər bir-birlərinin yanında gəlir. Yəni, istir nə desin? İstir deyir ki, istir bunu desin ki, yəni yaxşı işlərin içində karamətçilik vardır, çabuşluq vardır. Yəni, sən müsəlman olaraq gərək çabuk olasan, karamət olasan, bir işə yarayasan, bir işin əlindən yapışasan, düyünləri açasan, çözümlər eləyəsən, məsələləri həll eləyəsən, hamıdan qabaq qaçasan, hamıdan qabaq bir şeyə yetişəsən, hamıdan qabaq teknolojiyə əl tapasan, hamıdan qabaq düşünəsən, hamıdan qabaq huşlu olasan, bu müsəlmanın demək olar əməli salihində yerləşir. Yəni bu salih əməl olmaya, bu karamətçilik olmaya, bütün bu əql, elm, iman və məna hamısı haşiyə gedər və neyniyərlər? Deyərlər ki, elə hamısı bunlar sözdədirlər. Bu əməldə insan yaraya bilər və bu yaramaq əməldə, bu karamətçilik
eləyə bilir İslamı modernləşdirsin. Və siz bu ərəb dövlətlərinə baxmırsınız, görmürsünüz İslamı nə qədər modernləşdiriblər. Bu Türkiyənin özünə, Azərbaycan, Türk dövlətləri, Endonezi, Malezi, bunların hamısına baxsaq, bunlar bu 5 müəllifənin üstündə eləyə biliblər İslamı modernləşdirsinlər və millətlər də İslamdan qaçmırlar, İslama yaman yoğuz demirlər. Bu əməl-i salih həmən yaramaq, yəni bir işi yaratmaq, böhranları çözmək nədir? İslamı eləyə bilər, modernləşdirsin və bu İslamı da bizim öz Peyğəmbərimiz öz zamanında da modernləşdirmişdi. Bizim Peyğəmbərimiz eləyə bilirdi, Yəhudi ilə əyləşsin, Məsihi ilə əyləşsin, onunla anlaşma imzalasın, bununla anlaşma imzalasın. Məyər Həzrət Əlidən oxumadı? Həzrət Əli, mən Nəhcü Bəlağədə neçə dənə namələr açım ki, Muaviyə ilə namələşir və yazır, bununla bəhsə girir, söz güləşdirir. Bu İslamın gücüdür. Mən umaram ki, belə bir modern İslama biz əl tapaq. Əgər şubiyə düşüncəsi, əgər tərsə düşüncə, əgər İran şəhri düşüncəsi qoya. Sağ olasın.